Bugün sizlərlə bərabər kollektiv mövzusu öyrənəcəyik, həm də kollecdə bir günümü sizlərlə paylaşacağım. İlk öncə oxuduğum dərs mühasibat üsulu və nəzəriyyəsi, ikinci sahibkarlığın əsası biznesə giriş və üçüncü də xətti cəbirdir. İndi isə başlayaq. Mühasibat üsulu dərsini bitirdim, indi isə keçirik. Sahibkarlığın əsasları ikinci mövzudur. Kollektivuma 2 mövzu düşəcək, çünki həftədə bir dəfə olan dərsdir. İndi gecəyə bunu öyrənək. Sonradakı cəbr. Deməli, digər dərsləri də bitirdim. Sahibkarlığın əsasları və cəbri. İndi hazırlaşıb yavaş-yavaş kollecə gedir. İndi hazırlaşıb kollecə gedirik. Makyaj eləyəcəm indi. İndi düzəldəcəm yəqin ki. Və düzəltdim. Alın. Deməli dostlar, hazırlaşdım. İndi üstümü dəyişib evdən yavaş-yavaş çıxacağam. Bu qədər. Hələlik. Hazıram dostlar. İndi kurtkamla çantamı götürüb artıq evdən çıxacağam. Mən kitablarımı buna yığıram. Bir də ki, belə balaca çantam var. İndi gödəkçəmi geyinib gedək. Deməli, buradan karyerimizə getirik. Mən öz kasayımla var idi. Bana posta bağlamışdı deyə uzunlarından gəldim. Və biraz da əlbəttə ki, dərsə gecikirik. Deməli, gəldik çatdıq 3-cü mərtəbədə dərsimiz. Deməli, mühasibat üsulu dərsində mühazirə yazırıq. Deməli, dərsimiz bitdi, indi evə gedirik. İndi evə gedirəm. Biraz dincəlib dərslərə başlayacağam. Çünki dediyim kimi kollektivuma az qalıb. Birinci və bir dənə kofe alacağım. Çünki kofe içməyi çox xoşlayıram. Aha, kofe və tum aldım. İndi gedirik evə. İstirahət elədikdən sonra kollektiv mövzularını təkrar eləməyə başlayacağım. Videomu izlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olub like atmayı unutmayın. Hələlik.